qol proqramı işləyirik bu günləri. Əsasən biceps proqramı və başlayırıq birinci əlbəttə dumbbelllarla fırlatma hərəkəti, yəni supinasiya hərəkəti və hərəkəti eləyə-eləyə bir mövzu haqqında danışmaq istəyirəm. Fiziki məşqlər ümumiyyətlə yandırırmı və arıqlamayı gətirib çıxardırmı? Çox vaxt görürəm ki, zallarda ancaq kardio eləyən insanlar var, fiziki məşqlər eləmirlər. İkinci hərəkət qriflə bisepsi qaldırmadır və mövzumuza davam edirik. Əlbəttə, fiziki məşqlər zamanı yanma prosesi baş verir. Hətta mən deyərdim ki, bir məşq zamanı haradasa ortalama 300, hətta 800-ə qədər ağır məşqlərdə siz kalori yandıra bilirsiniz. Amma fiziki məşqlərin bir başqa özəlliyi var. Üçüncü hərəkət dumbbelllarla çəkic hərəkətidir və həmin dediyimiz özəllik ondan ibarət ki, sizin məşqdə yandırdığınız bir saat ərzində 300-dən ağır məşqlər vaxt dediyimiz kimi 900-ə qədər olan kaloriden əlavə məşqdən sonra da metabolizm də sürətli qalır. Bunun adı isə Post Exercise Oxygen Consumption adlanır. Yəni, lor dildə desək, məşqdən sonra sizin əlavə yanma prosesiniz, kalori yanması prosesidir ki, bu da əzələvinizin bərpa olduğu müddətcə əlavə kalori yandırması deməkdir. Və dördüncü, sonuncu hərəkətimiz skotskamiyada qrifdir. Ümumən isə nə nəticəyə gəlirik? Fiziki məşqlər, bəli, arıqlamada yaxşı effekt verir. Deyək ki, kardio eləyərək, gəzinti eləyərək kalori yandırmırsınız, xeyr, orada da yandırırsınız. Amma fiziki məşqlərin müsbət cəhəti ondadır ki, siz məşqdən sonra da daha sürətli metabolizmə malik olursunuz və ondan sonra daha yenə də kalori yanması sürətli olaraq gedir sizdə. Nəticə olaraq isə həm fiziki məşqi, həm kardio məşqi birləşdirsəz cəm halında daha gözəl nəticə alacaqsınız. Çünki fiziki məşqsiz bədən həm formasız, həm daha qeyri-sağlam görsənməyə başlayacaq. Amma hər ikisini cəmləşdirəndə əlbəttə ki, daha gözəl nəticə almış olacaqsınız. Həmçinin də sağlam fitness formasında, fit formada daha doğrusu olmuş olacaqsınız.